Yapon balığı koi həmişə məni heyrətləndirmişdir. Bu balıqların qeyri-məhdud inkişaf imkanları var. Əgər bu balığı kiçik bankada saxlasaq, o cəmi 5-7 santimetrə qədər boy atır. Böyük akvariumda isə koi 10-30 santimetrə qədər böyüyür. Onu kiçik nohura buraxın, onda 60 santimetrədək boy atacaq. Bu balıq heç bir məhdudiyyət hiss etmədiyi böyük göldə 150 santimetrə qədər böyüyür. Balığın böyüklüyü su tutarın böyüklüyü ilə mütənasibdir. Eyni hadisə insanlarda da baş verir. Biz ətraf aləmin böyüklüyündən asılı olaraq boy atırıq. Təbii ki, fiziki mənada yox, mənəvi mənada. Siz mənəvi nəhəng ola bilərsiniz. Boy atın, inkişaf edin, özünüzü dəyişin. Xammal şəklində poladın müəyyən miqdarı təxminən $5-dır. Əgər ondan nal düzəldilərsə, qiyməti $50 qalxar. Əgər ondan tikiş maşını üçün iynə düzəldilərsə, artıq onun $500 satmaq olar. Amma həmin poladdan İsveç saatı üçün yay düzəldilərsə, onda qiymət 100 millərlə ölçüləcəkdir. Hər şey eyni materialdan hazırlansa da, son nəticədə sizin onunla necə davranmağınızdan asılı olaraq məhsul yeni dəyərlər qazanır. Eyni hal insanlarda da baş verir.